tibb camiəsində hamı bunu qeyri-peşəkar həkim kimi tanıyır. Ancaq xəstələri də hamıdan çoxdur. Bu həkim o qədər belə inandırıcı danışır. Hamını inandırır. Hətta deyir, şikayət edirlər ki, bizim yanımıza gələn xəstələr var. Adam 4-5 dənə universitet bitirib, bütün dünya tanıyır da tibb sahəsində. O deyir, mən bu qədər inamlı danışa bilmirəm. Deyir, mənim xəstələrimi bu peşəkar olmayan həkim aparır. Sonra xəstələr ciddi bir problemlə təzədən bunun yanına dönürlər. Onda da iş işdən keçmiş olur. Bu problem hardan qaynaqlanır? Belə bir eksperiment var. 1999-cu ildə aparıblar. Dunning-Kruger eksperimentidir. Baxıb görüblər ki, qeyri-peşəkarlar özlərini hamıdan daha mütəxəssis bilirlər və daha savadlı bildiklərinə görə daha cürətli olurlar. Və bir işin peşəkarı çox bildiyinə görə o baxıb görür ki, bilmədiyi hələm çox şeylər var. Ona görə özünə inamı olmur və həmişə ehtiyatla danışır. Ola bilər, söz verə bilmirəm. Bu ehtiyatla danışmaq onu göstərir ki, bu adam çəkinir də, çünki bilir, bilmədiyi mövzular bildiyindən qat-qat çoxdur. Buna həmən o Dunning-Kruger effekti deyirlər. Bəzən buna deyirlər bilginin lənəti. Çox bilməyin də bir mənfi tərəfi var da. O da odur ki, sən cürətli ola bilmirsən və cəmiyyətdə sən məcbursan ki, bu cür az bilib ancaq çox cəsarətli olan insanlarla mübarizə aparasan. Çünki onlar sənin üstünə rahatlıqla hücum çəkə bilir. Bəzən məndə olur, bir fikri deyirəm, görürəm ki, bir-iki adam o qədər israrla deyir, yox müəllim, bu belə deyil, belədir. Əmin olduğum fikirdə birdən tərəddüd edirəm. Amma bəlkə yadımdan çıxıb da gedib baxıb görürəm ki, yox, bu adam səhv deyir. Sonra ona deyirəm ki, bəs sən necə belə cürətli danışırsan da? Deyir, yox, mənə elə gəldi ki, o bu cürdür. Mənə elə gəldi, nədir? Mən burada əminliklə danışıram, bu mənə elə gəldiyi ilə belə inamla belə danışır. Ona görə o qeyri-peşəkarların belə bir tərəfi var. Çox vaxtda lazım olmayan yerlərdə belə inamlı danışıqlarına görə bunlar otururlar və ən böyük problemlərimiz də elə bundan qaynaqlanır.